Evvel akşamı sevgili dostlar, tanışlar, kardeşler, bir daha sizlere hoş gördük. Allah Teala'dan şehitlerimize rəhmət, qazilərimizə can sağlığı arz edirəm inşallah. Bütün şehit analarının qarşısına baş əyirəm, bütün şehit analarının əllərindən öpürəm. Sizlərə elimizin gözəl şair Elxandan bir şeir demək istəyərdim. Deyir 30 illik həsrətə son qoyuldu. Yarı sevinç, yarı kədər qayıtdı. Viran olub yurdumuzun hər yanı, gözlərimiz dola-dola qayıtdı. Mərur düşmən bir an qoyub kəndimi, dərdimizlə qınamayaq heç kimi. Lənət olsun, yaşayıblar it kimi, talan olmuş ocaqlara qayıtdı. Şəhidlərin ruhuna baş əyərək, qazilərə can sağlığı diləyək. Aman Allah, vətəni itirməyək, ocaqlara atalarsız qayıtdı. Quş da yuvasından pəran olmasın, anaların gözü yaşlı qalmasın, Elxan torpaq tapda qatda qalmasın, yollar açıq gülə-gülə qayıtdı. Heyf kəndə böyüklərsiz qayıtdı.